eni 7 metr 30 sm, uzunu 25 metrdir. Müştəri deyirdi ki, bu indiki biz məsafə vermişik 1 metr. Bu otursun betonun üstündə naves. Yəni kimlər ki yazır ha videoda naves alçaq evə görə. Hələ yəni ev sahibi buna razı deyildi. Deyirdi ki betonun üstündə otursun. Bu səviyyədə. Yerdə əyrilik var. Ora hündür olmağına baxmayın. Bura alçaqdır. Dedim məhlə yerdə. Sən bunun hündür maşın girməyi var deyə gəlin bunu hündür edək ki, ən azı hündür maşın rahat keçə bilsin. Bura gələcək darvaza olacaq. Diqqətlə qulaq asın. Sizcə bu navesin bu betonda o yəni belə alçaq olmağı yaxşı idi, yoxsa biz ki hündürlük vermişik, bu yaxşıdır. Onu deyim ki, səhər bu yayda şifr qızır, istin verir aşağı. Hava işləmir. Kimdə ki naves var özləri bilir. O ki məhəllələr var naves yoxdur. Onlar yaxşı fikirləşsinlər, iş gördürəndə. O atalan bir söz var, deyir, yüz ölçüb bir bitsin, sonra peşmançılıq olmasın. Çalışın havalandırmağa yeri olsun ki, sonra şifr qızır, bunun altına girmək olmur. Sizə düz eləmişik bura məsafə verməkdə, yoxsa səhv eləmişik?